Hər birinizi salamlayıram. Bugün Santa Fe 2015 maşında kondisioner filtrini, hava filtrini və belə deyim, kondisioner çıxışlarını təmizləməklə bağlı bir video çəkiliş eləmişəm. Hal-hazırda maşının deməli bardakçok hissəsini açıram. Burada gördüyünüz kimi 2 ədəd belə qulaqlıq var. Həmin o qulaqlıqları buraraq açırıq və gördüyünüz kimi sağ tərəfdə bir plasmas uzun bir saxlayıcı var. Onu çıxardırıq və burada qapaq var. Bu qapağı şpilka kimi 2 barmaqla sıxaraq bu qapağı açırıq. Burada salon filtri yerləşir. Baxın necə tozlu hər tərəf. Deməli, filtri çıxardırıq. Filtr tozundan aydın məsələdir ki, hal-hazırda çox bərbad vəziyyətdədir. Filtrin rəngi deyərdim ki, kubiklə eyni rəngdədir. Yəni çox çirkli və çox toz torpaqlıdır. Hətta deyərdim ki, filtri neçə vaxt dəyişmirəm deyə toz torpağı niyə artıq salona daxil olurdu və ona görə dəyişməyə qərar vermişəm. Hal-hazırda çırpıram, baxın, görürsünüz nə qədər toz görsənir. Yeni bir filtrini əvəz eləyəcəyik. Əlavə edeyim ki, həmin o kondisioner yollarını təmizləməkdən ötürü biz kondisionerin yollarını belə deyim də nəmləndirməliyik. Yəni rütubət olmalıdır. Ona görə biz kondisioneri qoşuruq. Yəni filtri çıxardandan sonra təbii ki qoşuruq. Kondisioneri minimal dərəcəyə yerləşdiririk və kondisioneri təbii ki sirkulyasiya olaraq qoşuruq ki, sirkulyasiya edərək maşının salonundakı bütün havanı, yəni dövr elətdirsin və çöldən salona hava daxil olmasın. Çünki biz filtri hal-hazırda çıxartmışıq. Hardasa bir neçə dəqiqəlik bu proses davam edəcək. Maşın hal-hazırda xotludur və kondisionerdə belə deyim, nəmləndirmə prosesi gedir. Çünki kondisioner işlədikcə həmin o kanallar nəmlənir. Və bu yeni bizim filtrimizdir. Düzdür, filtr bir balaca elə bir maşında, bagajda əzilib, amma heç bir ziyanı yoxdur. Hal-hazırda digər hissələri salamatdır. Bu da kodudur, görsənir və yeni filtrlə yan-bayan qoyuruq. Filtrlə ölçülər eyni gəlir. Rəng seçimi təbii ki göz qabağındadır. Biri qara, biri isə demək olar ki ağappaqdır. Yəni artıq vaxtıdır filtrini dəyişməyin. Biz deməli filtrini dəyişməmişdən öncə baxın, burada baraçokun alt hissəsində şurup deyilən bir yerlər var, şuruplu yerlərdir. Biz o şuruplu yerləri açmalıyıq ki, burada temperatur sensoru var. Həmin o temperatur sensorunu biz çıxardıb onun yuvasına aldığımız maddəni əlavə eləməkdən ötürü. Hal-hazırda atverka ilə biz ulduz şurupları açırıq. 2 ədəd həmin o şurupdandır. Və görürsünüz 2 şurup açıldı. Burada bir belə deyim də bir dil kimi orada bir düymə deməyim və sıxılan bir hissə var. Onu sıxandan sonra bu hissə açılır. Bu hissə açılandan sonra burada baxın hər yer tozdur. Və biz bunu tozlanırıq ki, həmin o hissə təmiz olsun. Nəyə görə? Çünki biz kondisioneri qoşduqda sirkulyasiya edən zamanı bütün salondakı toz torpaq bizim nəfəsimizə və bütün salona dolmasın. Hal-hazırda tozlanırıq ki, təmiz olsun və belə deyim, işimiz tərtəmiz və gözəl olsun. Tozlanladıq və işimizi demək olar ki, artıq yekunlaşdırırıq. Yəni bunu harasa ildə bir dəfə demək olar ki, mən həyata keçirdirəm. Çünki salondan və kondisioneri qoşanda xoş bir iyi təəssüratı bağışlasın. Və bir qab kəsirəm. Bu qab da nə üçündür? Hal-hazırda biz dərmanı püskürdəndə həmin o kanallara, kondisionerin aşağında olan, aşağı hissəsində olan kanaldan həmin o dərmanın damlamağını görməliyik. Bu gördüyünüz kimi deməli temperatur sensorudur. Hal-hazırda maşını söndürmüşəm. Temperatur sensorunu açmaqdan ötürü burada bir sıxacaq hissə var. O sıxacaq hissə çox yumşaq və çox rahat açılır. Mən hal-hazırda sol əlimlə ona toxundum və o sol əlimlə daha rahat hiss eləmək olmur. Və mən sağ əlimlə onu daha rahat hiss eləyirəm və daha görürsünüz üst hissədə knopkadır. Yəni düymədə belə deyim. Yəni onu sıxan kimi hal-hazırda şteker o yerindən ayrılır və həmin o sensoru aşağı doğru hərəkət edirik və öz tərəfimizə uyğun olaraq çəkirik. Yəni kobud şəkildə onu dartmaq lazım deyil. Bu bizim temperatur sensorumuzdur. Hal-hazırda təmizdir. Heç bir toz və yaxud da ki çirkli bir üstündə heç nə yoxdur. Bu isə mənim aldığım bir maddədir. Düzdür, hal-hazırda reklam məqsədilə deyil, sadəcə olaraq güvəndiyim bir şirkətin hal-hazırda məhsuludur, köpük vasitəsiyləndir və həmin o qapağın alt hissəsində belə bir borusu var. O borunu biz hal-hazırda onun başlığına keçiririk.
aplikator var. Aplikator yəni o başlığında olan iynəyə deyilir. Yaxşıca həmin o maddəni, yəni balonu sirkələmək lazımdır ki, həmin o balonun içində olan maye və köpük qarışsın. Hal-hazırda bir belə deyim də, mayeyə çevrilsin. Yəni hazır bir qatıya çevrilsin daha doğrusu. Biz həmin o temperatur sensorunun yerinə bu borunu daxil eləməliyik və mümkün qədər borunu axıra qədər yeritməliyik ki, o hissəyə. Çünki kanalın axırı hissəsindən ta ki bu kanalın sensorun başlıq hissəsinə qədər bu boru ora qədər gəlib çatsın. Və biz köpüyü ora doldurduqca, baxın görürsünüz artıq köpük ora dolur. Köpüyü biz ora doldurduqca o köpüyün biz sensor hissəsindən, yəni yuvasından bir bazı çıxdığını və yaxud daşdığını görə biləcəyik. Hal-hazırda köpüyü mən ora istifadə edirəm. Nəzərinizə çatdırım ki, bu balon harasa 500 millidir. 500 millinin demək olar ki, hamısı bir dəfə mənə istifadə oluna bilir. Artıq gördünüz, yəni köpük həmin o hissədən çıxdı. Deməli, kifayət eləyir. Baxırıq, hələ də orada deməli köpük varmı, yoxmu? Hal-hazırda köpük demək olar ki, kanalın yuvasına düşüb. Ona görə bir bazı yenə başlayırıq sıxmağa. Kanal tam dolana qədər. Yəni dolanda artıq köpük salonuna daxil olur və biz bilirik ki, artıq balonu sıxmağa ehtiyac yoxdur. Yəni salona həmin o maye daxil olmasın. Biz yenə balonu sirkələyirik və onun qarışmasını təmin edirik. Yenidən başlığı keçiririk və artıq yenə püskürmə işinə davam edirik. İndi isə biz deməli və işimiz davam edir. Maşın altına baxırıq. Bu köpüyün hara damladığını biz təyin eləmədən ötürü o qabı ora yerləşdirməliyik ki, hal-hazırda o kanaldan düşən damcı və mayeni biz aid eləyək və baxaq görək oradan nə çıxır, belə deyək. Hal-hazırda biz köpüyün haradan çıxdığını drenajı tapırıq və həmin o qabı yerləşdiririk tam o köpüyün altına. Köpük hissəni daha doğrusu. Qabı yerləşdiririk və həmin o drenajdan axan bizim vasitəmiz oradan həmin o qaba damlayacaq və sonra baxaq görək həmin oradan nə çıxır və maye hansı şəkildə olacaq. Prosesimiz davam eləyir və bizim bu proses davam elədikcə biz də keçirik növbəti işimizə. Növbəti işimiz bizim nədən ibarət olacaq? Hava filtrini dəyişməkdən. Kapotumuzu açırıq. Kapot açandan sonra biz hava filtrinin yerləşdiyi yuvanı şpikalardan ayırırıq. Hava filtrini oradan çıxardırıq. Hava filtri hal-hazırda çirkli, tozlu, torpaqlıdır. Gördüyünüz kimi demək olar ki, qaralıb və artıq dəyişməyin vaxtıdır. Mən çırpıram bunu, siz diqqət edin. Ondan çıxan tozu yəqin ki, özünüz görürsünüz. Yəni hal-hazırda bərbaddır. Yəni toz soranla təmizlənəsi halda deyil. Bu isə bizim yeni hava filtrimiz. Yeni hava filtrimiz orijinal olmasa da firmadır və onların rəngini müqayisə eləyək. Yəni Y ilə gör qədər rənglərində fərq var. Biri ağ, biri qaradır. Biz deməli onu yerləşdirənə qədər biz həmin o toz soranla motorxanada hava filtrinin yuvasıdır və onun ətrafında toz soranlayırıq ki, həmin o hissələr təmiz olsun. Maksimum təmizliyimizə riayət eləyək. Hava filtri orada yəni təmiz şəraitdə olsun. Onun yuvası da, onun ətrafı da toz torpaq olduqca, yəni oradan toz torpaqlar həmin o yerə daxil ola bilər. Hava filtrinin yuvasını da mən təmizləyirəm. Videoda onu çəkməmişəm. Bu da hava filtrimiz yeni. Salfanı hal-hazırda çıxardırıq. Nəzərinizə çatdırım ki, W300-dür. Hava filtrimiz W300-dür. 2015 2 turbo dizel mühərrik üçün hava filtri budur. Ön və arxa hissənin heç bir fərqi yoxdur. Yəni eynidir. Onu yerləşdiririk rahat şəkildə. Yuvası keçdi. Qapaqlarını bağlayırıq və gördüyümüz kimi o yuvasına oturdu və hal-hazırda hava filtri öz yuvasındadır. Bu işimiz bitdi. Və keçirik deməli növbəti proseslərimizə. Baxaq görək qaba maye nə qədər dolub. Aha,
Deməli, mayemiz orada damlayır. İntensiv şəkildə damcılarımızı görürük. Deməli, həmin o köpük artıq maye şəklində çevrilib və həmin o drenajdan nəyimiz var? Yəni çirk və xoşagəlməz qoxuların aradan qalxması təmin olunur. İndi hal-hazırda köpükdən istifadə edirik yenə də. Çünki baxırıq ki, buradan, yəni sensor yerindən köpük çıxırmı, çıxmırmı? Bəli, çıxır. Deməli, hələ də yerimiz var, yəni püskürtmək üçün, amma bir balaca gözləyirik ki, həmin o köpük maye halında salona daxil olmasın. Yenə də baxırıq görək, həmin o qabda vəziyyət necədir? Bəli, damlama işləri davam eləyir, köpüyümüz damcılayır və demək olar ki, qabın 5də 1 hissəsi maye ilə dolub. Və artıq köpüyümüz bitdi. Köpüyümüz bitdi, 500 ml tam bir flakonu ora istifadə elədik. Baxırıq, artıq damla var, hələ də var, damcılayır, düzdür. Hiss edirik ki, artıq yavaş-yavaş azalır. Bir müddət keçdi, demək olar ki, 20-30 dəqiqədən sonra baxırıq, artıq çox az halda damcılayır. Yəni, bu o deməkdir ki, artıq prosesimiz yekunlaşır. Prosesimiz yekunlaşırsa, biz dinlirik, artıq sensoru öz yuvasına keçirməklə məşğul oluruq. Sensoru quru və yaxud ki, nəm salfetlə təmizləyə bilərik. Onun yuvasına keçirmək çox asandır, yəni güc tətbiq eləməyin əsla. Sakit şəkildə rahat öz yuvasına keçir və onu tam olaraq, belə deyim, taxdığımız istiqamətin aşağısına biz sıxırıq və o öz yuvasına keçir. Bu isə deməli hava filtr yuvasıdır. Biz qapağı bağlayırıq və mən hal-hazırda belə deyim, kondisioner hava çıxışının yollarını, salonda olan bir neçə hissəsini köpüklə doldurmuşdum deyə mən bir balaca sirkulyasiya işlərini həyata keçirtdim. Bu isə bizdən köpük vasitəsilə, yəni daha doğrusu maşından çıxan köpüyün maye çevirməyidir və mayenin rəngi və mayenin içində olan bəzi hissələrdir. Daha aydın şəkildə çəkmək üçün mən belə günə tutdum. Baxın, görürsünüz, dibində qara qumlardır və xırda kiçik bir daşlar mı deyim. Yəni, hal-hazırda həmin o qabın içindədirlər. Yəni, bu o deməkdir ki, bizim drenajdan və kondisioner yolumuzdan çıxan çirkli maye və içində olan xırda daş töküntülərdir. Onlar göz qabağındadır, görsənir. Yəni, demək olar ki, işimizi harasa yaxşı görmüşük. Çünki nəticəmiz var və mən növbəti işə keçirəm, isti pisi qoşuram və sirkulyasiyanın salonuna qoşuram, hava filtrini daxil etmədən. Nəyə görə? Çünki mən bəzi hava vuran hissələri salondan köpüklə doldurmuşam. Əslində bunu çəkmədim, nəyə görə? Çünki sizlərə məsləhət görmürəm. Həmin o maye bəzi naqillərin üstünə düşə bilər və maşında hansısa bir elektron problemə gətirib çıxarda bilər. Bunu mən özüm üçün elədim və sizlərə tövsiyə eləmirəm. Hal-hazırda biz sensoru keçirdikdən sonra həmin bu alt qapağı yerinə bağlamaqla məşğuluq. Qapağın aşağı hissəsində 2 qulaqlıq var. O yuvasına keçəndən sonra rahat şəkildə qapaq oturur. Əlimizlə vururuq, əmin oluq ki, hal-hazırda qapaq oturub və 2 ulduza bənzər şurupu bağlayırıq öz yerinə. Bunu bağladıqdan sonra artıq işimiz demək olar ki, harasa bir 80% tamamlanıb. Növbəti işimiz isə bizim salon filtrini salona daxil eləməkdən ibarət olur. Qapaq açılır və biz hava filtrini, salon filtrini daha doğrusu qoruyan qapağı çıxardırıq. Hava filtrini ora daxil edirik. Əmin oluq ki, öz yuvasına oturub, qapağı yenidən bağlayırıq və əmin olun ki, orada qapaq yerinə oturub. Və biz deməli öz hissələrini taxırıq, qulaqlıqların, hansı ki o qulaqlıqlar sağda və solda yerləşir. Bir qulaqlıq sağda, bir qulaqlıq solda. Artıq əmin oluruq ki, onlar da öz yuvasına keçiblər. Çünki o bu hissəni, yəni barda çox dediyimiz hissəni saxlayır. Artıq işimiz yekunlaşdı və nəzərdə saxlayın ki, burada biz plasmas var idi, uzun plasmas, onu öz yuvasına keçidirik ki, barı çox açılıb bağlananda rahat şəkildə açılıb bağlansın. Diqqətiniz üçün təşəkkür edirəm. Kanala abunə olun və izləməyə davam edin. Minnətdaram, sağ olun.